dostlar, hər vaxtınız xeyir olsun. Hər birinizi xoş gördük Cavid Abzərli kanalında. Əziz dostlar, vətəndaşın müraciəti əsasında Böyük Nərmi Oğuz rayonuna qonaq gəlmişik. Deməli, qardaşımızın şikayəti nədən ibarət idi? Bu gördüyünüz göstərginə, budur, hər iki inkubator sosialdan alınıb. 1056 yumurtalıqdır, 2 ay inkubatorıdır. Çoxları bilənlər bilir, bunların zavaskoy defekti var. Hansı ki, çıxış faizi həddindən artıq aşağıdır. Ona görə istəyərdim ki, elə vətəndaşın özü başına gələnləri sizlərlə paylaşsın və sizlər də bu vətəndaşın çəkdiyi ziyana düşməyəsiniz. Buyurun qardaş. Salam, vaxtınız xeyir olsun. Bəli, bunlar Cavid qardaşım dediği kimi məşğulluqdan aldığım inkubatorlardır. Bunları yani çok insan deyirdi ki, bundan bala götürmək olunur, yumurta qoyursuz, yani bala götürmək olunur. İnanmırdım, dedim qoy bir dənə test üçün bir dənə çıxış edeyim. Birine bir dəfə 1056 yumurta koydum. 1056 yumurtadan neredeyse 200'den bala götürdüm. Yani hiç 20% eşit çıxış olmadı. Buna da yani sonradan bala yumurta koydum çıxış için çok zayıf oldu. Onda da 200-300 bala götürdüm. Ona göre 3. partiye koymuşam da onun da çıxışına az qalıb. Ona göre istemedim başıma böyle bir şey gelsin. Tez Sabit kardeşle alaka sağladım, dedim yardıma gelsinler. Allah razı olsun, Allah çok önemli olsun. Yani bir zəncimə geceden yol çıxıb gəldiler Bakıdan düz Oğuz'a ki mənə yardım etsinler. Minnətdarım, teşekkür ederim ki yani her ikisini sıfırdan yırdılar. Allah razı olsun. Yani buradan insanlara demək istəyirəm ki həqiqətən mənə də deyirdiler, inanmırdım. Yani başıma geldi gördüm. Məşğulluqdan verən inkubatorlarda yani sıfırdan yersəz yani 200-300 manata baxıb bu qədər ziyan çəkməyə ehtiyac deyil. Yani çalışır hamısını sıfırdan yerdir. Yani bilirsiniz qardaşlar, əziz izləyicilər, fərqi yoxdur. Mənə düzəltdirib və qeyrisinə düzəltdirib. Mən onun tərəfdarı deyiləm. Sadəcə olaraq onun tərəfdarıyam ki, qardaşımız demiş. Yəni 200-300 manat verib, yumurtanı xarab edib, çölə tökmək bir ziyan. Onun içində bala ölür, o bir günahı, o bir ziyan. Həm vaxtın gedir, həm günahı qazanırsan, həm maddi mənəvi ziyan çəkirsən. Ona görə yəni bir vətəndaş olaraq, bir nə bilim soydaş olaraq məsləhət görürəm ki, bu qardaşın çəkdiyi ziyanı siz də çəkməyəsiniz. Yenə deyirəm, fərqi yoxdur. Mən ya qeyri ustalara düzəltdirin. Onun üçün mənim heç bir mahiyyəti yoxdur. Əsas odur ki, günahdır, həm də çox ziyana düşməyin. Elə hər dəfə 200-300 manat çölə atınca, elə 200-300 manat xərcini çəkin, bir dəfəlik o problemi aradan qaldırın, salamatla işinizi görün. Düzdür. Neyse, Allah amanızda inşallah ki xeyrin görəsən. Çok sağ olun, Allah razı olsun. Nəticəni də çəkərik bu ayda inşallah. Allah'ın izniyle nəticəni də çəkib hər iki inkubatorda yollayacağım. İnşallah paylaşarsın.